Bu da bizim atamın bizi oxutturduğu üçün başa çatdıra bilmədiyi evimizdir. Bu da hansı ki o dediyim Vidadinin oğlunun villasıdır. Atam burada əyləşib, Allah rəhmət eləsin. Burada mən də bu şəkili burada çəkmişdim. Bu meyvə ağacların hamısını o əkib. Bu çəpəri biz özümüz eləmişik hamısını. Bu bizim meyvə ağaclarımızdır. Sadəcə olaraq belə alındı ki, biz bu evi bərpa eləyə bilmədik. Palıd ağacların mən xatırlayıram. Çoxdan əkmişik, tumların əkmişik də, dənə-dənə burada əkmişik ki, biraz çəpərdə belə deyək, möhkəmlik yaratsın. Bura indi otlaq sahəsidir ki, yəni orada heyvanlar olur, bu tərəfə keçməsin. Bunlar hardasa bu palıdları mən universitetə girməmişdən qabaq 2011-də, 2012-ci illərdə biz əkmişik bu palıd ağaclarını. Bu da bizim atamın bizi oxutturduğu üçün başa çatdıra bilmədiyi evimizdir. Bu da hansı ki o dediyim Vidadinin oğlunun villasıdır. Onlar görürlər ki, misal üçün burada yəni bu ev tikə bilmədilər, atası rəhmətə getdi, kasıb adamdılar, əllərindən alaq bu evi, həyəti. O qarşıdakı da Rauf Məmmədovun, milyonçu Rauf Məmmədovun oğlunun villasıdır. Qarşıda gördüyünüz yerdə hansı ki onların bir vaxtlar özlərinin, yəni ki bu setkanı biz eləmişik çəpər olaraq, amma o qarşıda gördüyünüz aşmış, özləri aşırdıblar onu bilə-bilə. Uçurdulmuş hasar isə onlar vaxtı ikən belə deyək çəkiblər. Biz də dedik ki, ora belə açıq qalmasın. Setka aldıq dünən qardaşımla, gəldik burada biz o setkanı çəkək, hansı ki o videoda gördüyünüz məsələ də, baxın bu buranı bərpa eləmək istədiyimiz vaxtı ortaya çıxdı, hansı ki bu hasarı vaxtı ikən onlar özləri eləyiblər. Bilmə, mənim yerimdir bura, bunu çıxar. Sən kimsən məndən sən belə danışdın? Sən kimsən ki? O kimin yeri var? Lazım olacaq, lazım olacaq, lazım olacaq, lazım olacaq. O kimin oradan? Özümüz ada